Bəli, Ağdamdayıq, daha dəqiq ünvanla desək, yenidən həyata doğulan, yenidən inşa olunan Ağdam rayonunun Sarıcalı kəndindəyik və ötən gün hər birimizə məlum olduğu kimi Cənab Prezident Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak etdi və burayla bağlı görüntüləri siz gördünüz. Ötən gün Cənab Prezidentin bura səfəri ilə bağlı materialımızı, bugün isə biz Cənab Prezidentin izi ilə Sarıcalıdayıq və Cənab Prezident nələrin açılışını etdi, harda oldu, bunlarla bağlı reportajımız olacaq. İlk öncə bir daha bu görüntüləri sizə təqdim etmək istəyirik və məlumat üçün bildirim ki, Sarıcalı kəndi 123 hektar ərazidə inşa olunması layihələndirilib və ümumilikdə 425 fərdi yaşayış evinin inşası planlaşdırılıb. Birinci mərhələdə isə 54 hektara yaxın ərazidə 203 fərdi ev inşa olunub və bu evləri indi operatorumuz Elmin sizə təqdim edir və bildirmək istəyirəm ki, evlərdən 63'ü 2, 91'i 3, 45'i 4 və 4'ü isə 5 otaqlı fərdi yaşayış evləridir və bununla paralel olaraq həmçinin kənddə 360 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası körpələr evi, həmçinin indi solda Elmin sizə təqdim edəcək çox funksiyalı inzibati bina da yer alır və bununla bərabər olaraq həmçinin ticarət obyekti, klub icma mərkəzi və bazar kompleksi də kənddə inşa olunub və məlumat üçün bildirim ki, tək Sarıcalı kəndi yox, ümumilikdə işğal altında olan bütün yaşayış məntəqələrimiz tamamilə yer üzündən silinmişdi. Bu yaşanmaz vəziyyətdə idi və Sarıcalı kəndi bugün gördüyümüz bu müasir kənd də əslində bir xaraba ərazini xatırladırdı və bu ərazi təmas xəttinə yaxın olduğundan daha çox minalarla çirklənmiş ərazilərdir. Amma torpaqlarımız işğaldan azad olunduqdan sonra elə Sarıcalı kəndi də digər yaşayış məntəqələrimiz kimi yenidən həyata doğulan, yenidən həyata qayıdan yaşayış məntəqələrimizdən hesab olunur və bunu da xüsusi olaraq vurğulayım ki, Ağdamda tikinti işləri həyata keçirilir və tək burada Sarıcalı kəndi yox, bu kəndin fonunda bununla paralel olaraq həmçinin Kəngərli və Xıdırlı kəndlərində də tikinti işləri həyata keçirilir və elə Cənab Prezident qeyd etdiyi kimi bu il həmin kəndlərə də köç planlaşdırılır. Bəli, bugün Sarıcalıdayıq. Yəqin ki, reportajımız olacaq. Həmin reportajı qarşıdakı xəbər saatlarında sizinlə bölüşəcəyik. Sarıcalıdan çatdırmaq istədiklərimiz bunlardan ibarətdir. Söz sizdə.